Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları iki Türkiyə vətəndaşını saxta aksiz markalarının satışına görə saxlayıblar. Saxlanılan şəxslər $1000 qarşılığında 2000 ədəd saxta Gürcüstan aksiz markası satıblar. Əməliyyat zamanı bütün saxta markalar götürülübdür. Faktla bağlı istintaq davam edir. Onlara qarşı 4 ildən 6 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Batumidə polis qəsdən yüngül bədən xəsarəti yetirməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü əvvəllər məhkum olunmuş şəxsi hadisə yerindən qaçarkən saxlayıb. İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs qonşusu ilə mübahisə zamanı bıçaqla ona xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib. Faktla bağlı istintaq aparılır. Bu cinayətə görə 3 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Daxili İşlər Nazirliyinin Samekrolu Yuxarı Svaneti Polis Departamentinin əməkdaşları Potidə 1975-ci il təvəllüdlü qadını fahişəlik üçün yer təqdim etməyə görə saxlayıblar. İstintaq zamanı müəyyən olunub ki, o idarə etdiyi otel sahəsini qadınlara pul qarşılığında icarəyə verilmiş. Faktla bağlı araşdırma davam edir. Qanuna görə bu əmələ görə 4 ilədək həbs cəzası nəzərdə tutulur. Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkədə qanunsuz yaşayan 31 xarici ölkə vətəndaşını çıxarıb. Çıxarılanlar arasında Hindistan, Türkiyə, Misir, Çin, Azərbaycan və digər ölkələrin vətəndaşları var. Bu il ərzində artıq 1000-ə yaxın şəxs Gürcüstandan çıxarılıbdır. Nazirlik bildirir ki, bu göstərici son 3 ilin ümumi sayından da çoxdur. Departament qeyri-qanuni miqrasiya ilə mübarizəni davam etdirir. Polis narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 7 nəfəri saxlayıb. Onlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Əməliyyat zamanı külli miqdarda narkotik vasitə aşkarlanıbdır. Polis həmçinin tərəzilər, qablaşdırma materialları və satışdan əldə edilən pulları da maddi sübut kimi götürüb. İstintaq davam edir. Təqsirləndirilən şəxsləri 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik cinayətlərində ittiham olunan 1985-ci il təvəllüdlü şəxsi saxlayıblar. İstintaqla müəyyən edilib ki, o evinin həyətində gizli istixana quraraq kanabis bitkisi əkib. Polis əməliyyat zamanı 283 ədəd kanabis bitkisi və 3 kiloqrama yaxın marixuana götürülübdür. Əlavə olaraq qablaşdırma materialları və elektron tərəzilər də maddi sübut kimi müsadirə edilibdir. Araşdırma davam edir. Kaxeti polisinin əməkdaşları zorakılıq ittihamı ilə 3 nəfəri, Nika və Givi Zuataşvili qardaşlarını, eləcə də Levan Geladzeni saxlayıblar. İstintaq müəyyən edib ki, Kvarelidə baş verən insident zamanı mübahisə fiziki qarşıdurmaya çevrilib və bir nəfər kül əşya ilə xəsarət alıb. Hadisə ilə bağlı İstintaq Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə aparılır. Ətraf Mühitin Mühafizəsi Nazirliyinin əməkdaşları Şuaxevi bələdiyyəsində qanunsuz fəaliyyət göstərən taxta emalı sexi aşkarlayıblar. Janeveri kəndində bir şəxsin evinin zirzəmisində qeydiyatsız mişar avadanlığı və 9 ədəd nişanlanmamış ağac gövdəsi tapılıb. Hadisə materialları əlavə araşdırma üçün aidiyyatı quruma göndərilibdir. Nazirlik bildirir ki, bu ilin 10 ay ərzində ölkə üzrə 50-dən çox qeydiyatsız sex müəyyən edilib və bu istiqamətdə mübarizə davam edir.